daha qabı hazırlayırlar gipsdən. Ondan hazırlamaq istəyirəm, amma gipsim yoxdur. Kulminasiya nöqtəmiz budur. Və mən bir neçə videoya baxdım və gördüm ki, bəzi insanlar gipsiz də hazırlayırlar. Ona görə istədim bunu sizlə də bölüşüm. Çünki çox adamda ola bilməmə ehtimalı var mənim kimi. Deməli, gəlin başlayaq nə təliyəsi yox. Bu dediyim kimi eksperimentdə ümid edirəm alınır. Alınsa yükləyəcəyəm təbii ki. Yəni bu videonu görürsünüzsə deməli Allahın da iş başına keçmək olar deməkdir. Adi bir şar götürmüşəm. Şarı şişdirəm adi qaydada. İstədiyim ölçüdə deyək. Belə bu ölçüdə şişirtdim mən. Bağlayıram. Hələ ki bir kənarda dursun. Və belə bir adi salfetkalardan götürmüşəm. Bu salfetkalardan da istifadə etmək olar. Təbii ki, hansı rahatdırsa, hansından var özünüzsə ondan istifadə edə bilərsiniz. Və salfetkanı bir neçə hissəyə kəsmək istəyirəm. İşləmək daha rahat olsun deyə. Məndə ölçüsü belə bu boydadır, əl boyda deyək. Bunu 4 hissəyə kəsirəm. Belə. İndi bu salfetkaları tək-tək suya batıram. Yaxşıca. Və bu şarın bu hissəsini saxlayıram. Açıq bir şəkildə. Və digər hissələrinə və salfetkanı yerləşdirirəm. Səliqəli formada. Yəni eyni işləmi davam edirəm. Ara qalmayacaq şəkildə bağlamaq lazımdır. Belə. Bu şəkildə salfetkaları şarın bütün ətrafını dolayıram. İndi yenidən salfetkadan kəsirəm və hər tərəfini belə bağlayıram şarın. Baxın, şarın hər tərəfini sadəcə burası açıq olmaqla belə salfetka ilə bükdüm. Açıq qalan yeri olmadı. İndi ikinci səfər yenə eyni işləmi görürəm. Yenə salfetkaları suya batıram. Yaxşıca. Və şarın üstünə yenidən yerləşdirib ikinci qat geyirəm. Əgər quru qalan yeri olsa, əl özünə su vura bilərsiniz və yaxud o pıs-pıs eləyən qablar var. O ilə fıskırda bilərsiniz. İkinci qatı daha biraz səliqəli eləməyə çalışasıyam ki, biraz hamar olsun. Tam hamar olmağını istəsəz, təbii ki, daha gərək səliqəli işləyəsiniz. Mən biraz tez bazar işləyirəm. Ona görə məndə səthi tam hamar olmayasıdır. Buna diqqət eləyin. Belə ikinci qatda dediyim kimi sona qədər hər tərəfin suya batırıb bağlayıram. Bu prosesi 2-3 dəfə təkrar eləmək olar. İndi baxın da salfetkanın qalınlığına, nazikliyinə görə gözünüzə nətər gəlirsə ki, yəni bərk bir haldadır. Onda bu işləmi dayandırır. Mən yəqin ki 3 qat gedərəm. İndi bu ikinci qatı gedim. Baxasıyam növbəti də eləyim. Yoxsa yox. Sizlə bölüşəsiyəm sonda neçə qat elədiyimi. Mənim şarım hazırdır. Belə 4 qat elədim mən və indi qoyuram tam qurusun. Yəni mən biraz isti bir yerə qoyasıyam. Bizdə boiler daha istidir otaqlardan. Ona görə boilerdə saxlayasıyam. Daha tez qurusun, amma otaq şəraitində yəni quruda bilərsiniz, fərqi yoxdur. Dostlar, baxın, şarip bu şəkildə oldu, saraldı deyə mən xoşuma gəlmədi. Amma yenə də eksperimentimiz sona ersin deyə işlətmiş. Bunun davam elətdirmək fikrimi yox. Nə tərəf olur? Saralmasaymış, nə tərəf olasıymış və yaxud üstünü ekləmək də olar əslində. Hər neysə, bu şarkı patladırıq. Belə fısladı və çıxardıram. Və kənar qismləri belə yumurta kimi belə üşbücək kəsirəm qayçı ilə. Baxın, mən bu qədər kəsdim. İçərisi daha səliqəli olur. Çölü dediyim kimi sarı təşkil edir ki, yayı çöyə paxır. Oxşayır yəni. Туда надо положить желтый шарик. Saçım şarı. Bir tərəfi də belə acı açılan fason oldu, baxın. Amma bəlkə boyu ilə belə rəhliyə yuxarı doğru eləsək, orası da yapışar. Yəni ən pis halda belə bu şəkildə istifadə etmək olar, adi su ilə, salfetki ilə, başqa bir şey almadan. Amma mən
sebeblə eləyəsi oldum bir də. Simit sakaz eləmişəm. Gəlsin eləyəsiyəm. Bunu da eksperimenti bir yerdə apararıq. Hələ ki olanımız budur. İçərisinə səməni yerləşdirmək olar. Çox qəşəng görsənər məncə. Belə. Bəyəndiniz sizcə? Dediyim kimi saralmasa daha yaxşı olardı. Yəni normaldır görünüş olaraq. Bu saralan yeri görməzdən gəlsə. Bilmirəm niyə saraltdı düzdür. Bəzi yerlər saraltdı görürsünüz. Yəni əlzad dəyməmişəm. Normal bir yerdə saxlamışam. Uşaqların əlzad dəyməkdir. Что подальше, mama? Yedin. Nuş olsun, gəlin. Belə işte hazırlaya bilərsiniz belə. Bir su ağlıma gəldi. Bunu əslində içərisinə səməni yerləşdirmək kimi yox da belə bayramlarda, uşaq bayramlarında falan və ya uşaqların ad günlərində nəsə bir uşaqlara hədiyyə bir eləmək istəsəz, Kinder formasında hazırlayıb eləmək olar. İçərisinə konfet falan yemək. Çünki mən bunun içərisinə səməni qoysam, istəsəm sulamaq lazım olası. Mən onu suladığım müddətdə salfetkalar cırılasılar, axasılar, xarab olasılar da salfetka olduğuna görə. Ona görə də məncə ən yaxşısı bunun içinə belə bir şey hazırlayıb, yəni sırf uşaqlara hədiyyədən ötürü içərisinə konfet, quru bir şeylər qoymaq daha məsləhətlidir. Yenə də baxın da, sven tuz yoxdursa hazırlaya bilərsiniz. Bundan ötürü belə adi çələng sifariş eləmişəm. İndi belə mimozalar sifariş eləmişəm ayrı-ayrılıqda. Bir də belə güllər dekorativ, bir də yumurtalar. Bir də müştəri şey söyledim. Obşim bunlarla bura vəziyyəsiyəm. Daha belə rəngli formuya gətirəsiyəm. Tamam. Хочешь еще? Орешки съем bundan. Пожалуйста, Özledi. Пожалуйста, yok. Спасибо надо сказать, Аида. İdi. Challenge'i hazırladım. Üzerine böyle yumurtalardan da koydum. Novruz bayramı, Pasxa olsun gəlir deyə. Amma bunları yəni yapışdırmamışam, iplə bağlamışam. Başında iplər var idi. Kəsib yapışdırıb bağlamışam. Ki sonra çıxartmaq rahat olsun. Yəni bu Novruz bayramı falan bitəndən sonra onları çıxardasıyam belə qapıda dekor kimi belə güllü, çiçəkli saxlayasıyam bu şəkildə. Biraz belə yaz abu havası bilinsin, düzdür, həyətdə qışdır, hal-hazırda çöyürsəm, qarda həyir. Amma belə qapıya asasıyam. Necəyim, yeni il challenge-ni çıxartmamışdım, hazırcıyım, onu çıxardım. Yerinə bunu asım. Çox qəşəng oldu məncə. Rəhli. Şöyle gəldim, bunu da astım. Qəşəng görsəndi məncə, şirin görsəndi. Və fərqinə vardım ki, o da var. Neyse, onu da çıxardamadım, mənim çatmadı, solcaz gətirim, gerək çıxardım onu. Onu götürmək lazımdır. Buradan yolka şeysini götürmədim budağın, çünki başqa budağım yoxdur o qayasda. O görə belə bu şəkildə saxladım, amma belə də qəşəng görsənir məncə. Debindən düşdü. Neyse, şu hava qəşəngdir. Qar da həyir, amma inanın şortikliyəm və üşümürəm. Belə bir hava var. Neyse, getdik dar işi. Geçen gün inanın ki qorxa-qorxa, sözünüzsə mən aslında qorxa-qorxa getdim ama pasivleşnika aldım. Niye qorxa-qorxa? Çünki yolu tanımıram və navigatorda normal işləmir. Navigator sönsə da ülvə yenə bütün Moskva fırlanazıdır. Amma onu gözə alıb sırf bunun ötürü getdim və tapdım, aldım. Əvvəl fikirləşdim, bir dənə alım, iki dənə alım, iki dənə düşünmüşdüm alım. Sonra baxdım ki, mənim evdə başqa şam qablarım falan da çoxdur. Dedim, bu iki dənə alıb fərqli yerə qoymaq istəmirəm. Çünki biləm də özümü ki, 15 dənə şam yandırmaq istəyirəm mən evdə bir gündə. Və ona görə dedim, qoy bir dənə alım, bunu ortaya qoyum. İki dənə də o evdəki olan şamlarımı baş tərəflərdən qoyaram. Aldım heç nə. Şükür kavuşduradı. Çox qəşəngdir. İndi evdə içərisinə bu dar uzun şam azını qoymaq olar. Amma məncə belə şam daha qəşəng görsənər. Belə görünüşüm pozulmaqdan ötürü. Hələ ki bunu qoyasıyım, yəni evdə belə şamlarım var idi. Hələ ki bu qalsın. Bu güllərdən biraz qaldı. Belə 3 dəstə idi bir paketin içərisində. Bir dənə yarımı digər işlətdim. Bir yarımı qaldı. Bir də belə çiçəklərdən biraz qaldı. Və getdim və 5-ni götürdüm, gəldim və dekor hazırlamaq istəyirəm. Bunu əyəsiyəm. İnanın ki, heç bilməm nə tərəf, ya torjesram. Qoy eləyim, eləyəndən sonra göstərərəm, yox, nə elədim. Bu belə şey veşilkadır. Yəni rahat bir şəkildə əyilə bilən misli görüyoruz şimdi. Bunu belə əydim, ayırdım bir-birindən. Bir-birindən də
qoyan şey var idi. Hələ ki buna sökəmişəm. Bilmirəm, bəlkə ondan çıxartdım. Prosto rahat dursun, rahat işləyə bilim deyə ona qoydum. Və indi ətrafını güllərlə, çiçəklərlə bəzəmək istəyirəm. O güllərim azdır. Ona görə yəqin ki, həyətdən bax, ağac belirləmək lazım olasıdır. Bilməm amma məsələn o ağacın yanına təcrübəsi yox. Ağaçlar var ya, ağaçlarımız var. Yanına girə bilmirik prosto. Bilməm, ha, girək biraz tıkalayım. Çox ağac tapa bilsək yaxşı olar. Bəs mənim bitdən yanıma düşdü ki, mənim yuxarıda süni güllərim var idi, işlətmədiyim. Tez-tez getdim, onları gətirdim, gəldim. Bu arada bu bəziləri arasında belə deşik var və bu deşikdən rahat bir şəkildə girirlər. 2 dənəsini belə bu deşikdən ilə soxmuşam. Heç yapışdırmağa gerək yoxdur, amma bunlar girmirlər, bunlar. Çünki deşik bir tərəfində var, ya bu tərəfini deşməliyəm ki, çıxası bir yeri olsun, ya da gerək yapışdırmalıyam, indi görüm nə qarım. Amma gül tapmayıma əməlli sevindim. Yəqin ki, başqa lazım olmayası bu şey. Hələ bunları da belə böyrünə qoymaq olar bu şəkildə. Gövdələri qəşəkdir, ota oxşayır. Baxın, mən biraz belə elədim bura qədər. Və indi barmaqlarım ağrıdı. Bəziləri bu xüsusilə bunlar belə deşiklər olacaq deyə çətin girirlər. Öməli başlayıb bir iki barmağım ağrıdı. Və indi bu tərəfindən belə bu güllərdən yerləşdirmək istəyirəm ki, gül də olsun. Məsələn, gül 2 dənə də burada, başqa gül yoxdur. Ona görə bunlardan belə yerləşdirib bağlayasam. Ya iplə, ya da elə özü ilə belə misli deyə ola bilsin əysəm. Elə rahat bir şəkildə görüyoruz kimi. Keçirmə işləmlərini bitirdim. İndi keçirəm bu digər güllərdən kənar hissələrinə yapışdırmağa kleylə. Gözləyəm kleyim qızsın. Sonra yapışdırasıyım. Və bəzəyimin son halı belə bu şəkildə oldu. Belə bu yumurtalardan almışdım. Bayaq da göstərmişdim. Bu yumurtaların içərisində həm belə məftilli gəlmişdi, həm də bir asılqanlı onlardan da əlavə elədim. Belə gözümə boş dayan yerlərinə güllər də yapışdırdım. Yəni bu alt hissəsini möhkəm, yəni biraz ağır olduğuna görə, bu tərəfə doğru getdiyinə görə alt hissəsini kleylə yapışdırmalı oldum və kənarına da belə yaşıl yerlərinə də güllər əlavə elədim ki, o yaşıl yerlərdə görsənməsin. Yəni heç bir şey görsənmir. Xonçam da hələ ki bu şəkildə görsənir. Bəzi bir şey əksikliklər var. Təbii ki, ən böyüyü səmənim yoxdur. Ötən videoda o qədər dediniz ki, inanın, ceyib buğda zakaz eləmişim. Hələ ki, gəlib çıxmayıbdı. Ön deyirəm, sabaha gələr, ceyib götürərəm. Suya qoyaram. Bizim buralar istidir. Bəlkə daha tez bir vaxtda ola bilsin ki, cücələr. Ön deyirəm, cücələr cücəlməyən halda da yenə son olaraq ceyib mağazadan alıb gələrəm uzaqbaşı. Bunu da ötən səfər şam almışdım. Şamın içində hədiyyə vermişlər. Uşaqlar dişləyirlər. Yiyilən şey bilib, diş izləri də dur. Ona görə belə 3 dənə şam qoymuşlar içərisinə və o da bəzək kimi bura qoymuşam. Şirin görsəndi məncə. Alanda yəni evdəki şeylərlə siz də belə bir şeylər hazırlaya bilərsiniz. Çox da yəni pis görsənmir məncə. Qəşəngdir. Sizcə nətər oldu? Mən bəyəndim vallahi, xoşuma gəldi. Hazırlayın siz də hoşum. Hələ ki bayramı var, hazırlayın. Gəlin sizə bir şeydən danışım. Deməli, mən girmişəm, Wildberries-də bir Azərbaycan məhsulları satılır da. Şamlara falan baxdım. Belə Novruz şamları falan yazdım, elədim. Belə şamlar gəldi, rəngli adi, belə də deyək. Bundan daha balaca. Qiymətləri 250 rubl, 300 rubl təsəvvür götürür. Şok oldum ki, yəni şamdır da. Balaca bir şey, böyük bir şey olsa, fərqli bir şey olsa deyərsən, ha. Amma yoxsa bax balaca bir şama, niyə 250-300 rubl da? Sonra axtardım rəhli şamlar deyə, ha bunlar çıxdı. 50 rubl idi, 60 rubl idi, bundan aldım. Belə pis çıxmasın, bizim öz üzünçülər niyə bizə həblə şeylər eləyirlər? Yəni adi şamı, Novruz şamı adı altında niyə 300 rubla satırsınız, 50 rublluq şamı? Nəysə, mən amma aldım, bu da çox uzun oldu. Amma olsun, heç nə olmaz. 5 gün yandırıyor heç olmasablar. Bir şey kimi gəldi, sütünü. Onsuz da yandır deyə dur asla. Novruz bayramı başlayandan axırına 3 gün yandırarıq. Elə həmən əriyib qutarar. Da? Sən bana sütünsən? Sən pişiksən? Ты знаешь, что такое пищик? Это что? Ты знаешь, что такое пищик? Кошка. Ты кошка?
А чего вы так делаешь, как кошка? Это что, мам? Это, знаешь что? Etalarla şey eləyəsi yox, etalarla özdə hə. Yumurta üstü bəzəyəsi yox. Bilmirəm, hələ ki bəzəməmişəm. Birinci səfərdə belə bir şeylər alam. Будем делать юмунда? Yumurta da. Yumurta знаешь что? Нет. Ben yediysen. Яйцо da. Знаешь özdə yumurta. Ha, bu da kızılı şeyler olur. Listlər. Onlardan da yumurtanın üstünü bəzəməkdən ötürü almışam. Hələ ki bilmirəm nə tərliyəsəm. Nə tərsə bir türlü əliyəsəm. Fərqli sunuklar var. Tatudur. Bir var o kiley kimi. Kiley yox da belə. Dəmində var göstərəm. Bu kliyonka. Bir var bunlar. Bunlardan əslində baxmışdım. Alasıydım da fərqliləri. Mən bu o vaxtdan almışam. Bir paçkanın içində nə qədər idi. İnanın 8 il işlədirəm. Məndə utar. Axırıncı 4 dənə işdən qalxdı. 4 dənə qalxdı axırıncı. Hə, onlardan aldım həmişə. Sonra bu il baxdım ki, belə fərqlilərindən nəsə bir şey var da, bunlara tapdım tatu kimi. Onları yumurtanın ətrafını dolayanda yumurta sınandan sonra onu çıxartmaq çətin olur da, yumurtanı yeyəmmirsən sonra. Amma bu belə kəsəsiyəm, daha doğrusu. Sonra yapışdırasıyəm. Yəni tək-tək durduğuna görə ümid edirəm ki, yumurtanı daha sonra söhmək daha rahat olasıdır. Bilmirəm, sınıf baxasıyım, eləməmişəm dediyim kimi, işlətməmişəm. Bundan ilk dəfə də almam. Görək, edəndə göstərərəm sizin alınasıdır. Две дёлки. Хорошо. А сейчас, мама, Ha? что вы делаете, мама? Это для яйцо. Мы не будем это использовать. Böyle farklı bunların Pasxa bayramında satılır. Qəblə şey oradan almışdım. Üstündə şeylər də var. Bunları tanısa gətirmişəm. Bu axırıncı gətirməm idi. Çünki də məbəzdilər inanın ki. Və Esra'ya kofta verdi. Koftanın içərisində belə bir kartı var. Esra, getdi o tərəfə yenə. Esra. Gəlsin göstərərəm sizə koftasını. Şöyle gətirmişəm indi futbola. Futbol oynayır. Şu inanın ki başım əylənir. Yorulmuşam. Və mənə istəndir dururlar. Deymişəm, sizi gətirməyəcəyəm da tanısınız da. Böyüyəndə öyrənəsiniz. Əvvəl deyirdim ki, qoy balacılıqdan öyrənsin, qəşəng oynasın. İndi deyəm, böyüyəndə ceybəsiz öyrənəsiniz, bəsdir mən daha yoruldum siz. Bu Esra indi gəlsə, bəyaz sura havada danışıq, deliyle durub başım şişdi. İndi ceydi orada nəsə oxuya biləyim ha. Ne bu oldu? Nədə? Yazısı var, yazısı da öyle. Dalı da çöyür Esra. Çöyür. Ay Allah, bunlar ne olan şeydiler. Benim tamamına da kala yazıyor. Yeri. Değme, toka elleme. Değme. Saçlarına serme. Öldürücü saçıma şey tapıp düzel tapıp. Çok güzeller bu kadın. Adama uçmam, düşsem uçmam, hadi. Buğdam gəldi. Valberisdən sifariş eləmişəm bu arada. Pişinitsaya saz, çıxasıdır, fərqli formaları falan. Mən o cür biraz yaxşı olanlardan aldım və axşamdan suya qoydum. Ucu səhərə baxın cücə ətlər çıxıbdı, görürsünüz? Görsənir burada. Ucu cücə ət. Çox şükür. İndi mən səməni 2 qaydada qoymaq istəyirəm. Bir adi belə biraz suyunu süzüb boşqoya yerləşdirəsiyəm. Bir də pambığın üstünə yerləşdirmək şeysi var, deyirlər. Onu da sınamaq istəyirəm bu səfər. Heç eləməmişəm pambıqla, nə yalan deyim. Pambıqsız eləmişəm dəfələrlə. Birini elə qoyasıyım, birini belə biraz çox olsa, hətta bir dənə də qoyasıyım. İndi baxım nə qədər alınsa. Belə məndə adına razı tarelkalar var. Bunlara qoymaq istəyirəm. Çünki zaten bunun başqa bir qabın içərisində qoyasıyam. Yəni siz daha qəşəng görsənməsi istəsəniz, daha qəşəng bir qaba, tarelkaya qoya bilərsiniz. İndi eləyək görək nətər olur. Pambıqlı eləyəcəyimi, pambığı qəşəng biraz isladasıyam su ilə, boşqabın üstünə düzəsiyəm, sonra üstünə bunları yerləşdirəsiyəm. Baxın, birincini belə 1 sm qalınlığında demək olar tökdüm. İkincini də belə deyim kimi suladım. Pambığı yerləşdirdim. İndi bunu da üstünə əlavə eləyirəm. Və səbənin çox suyun içində qalmamalıdır. Ona görə su əlavə eləməyəsiyəm bura. Çünki özünün suyu var zaten. Belə qaşıqla tökmüşəm deyə biraz da süzü yoxdur bölündən. Belə tökürəm. İkisini də hazırladım. İndi bunların üzərinə tənzif ötürəm və yaxud tənzif yoxdursa salfetkada, nazik salfetkalardan da qoymaq olar. Və gözümə biraz belə qurumuş fason dəyən kimi razı sulayasıyam.
əl uzunçiliyə bilərsiniz. Mən də əslində də bildim fıs-fısım var idi, o bir evdə gətirməmişəmmiş deyəsən, çünki gözümə dəymir uzun müddətdir. Yəni fıs-fıs fısıldadan bir şey olsa, ilə fıska fısmaq daha rahat olasın, nəinki əllə çiləmək. Amma mən əllə çiləyəsiyəm, yoxumdur deyə. Və işte tənzibə ötürəm və qoyuram bura. Aynanın qabağına, buralara bir yerlərə qoyasıyam. Çünki orada mənim güllərim gördüyünüz kimi yaxşı qalırlar. Hətta bu da belə çiçəklərim də yeni açıbdı. Ümid edirəm, yəni səmənliyə də uyğun olar bura. Oradan aşağıdan isitmə verir deyə. İçərisində nəmlə olduğu müddətcə məncə tez böyüyəsidir. İndi görək nətər alınır. Sizlə bölüşəsiyəm yenə. Və belə biraz qorğa qaldı. Bunu da əslində qovurmaq istəyirəm. Əslində bunu yəni suya qoymadan əvvəl qorğa eləyərsənsə əgər ya duzlu suya qoymalısan, ya şirin suya, yəni hansını daha çox istəyirsənsə, mən normalda duzlu su ilə hazırlayıram. Amma da heç nə sezdir. Belə qovurasıyam. Sonradan üstünə duz dökərəm, görək nətər. Hayır olmasın. Əslində deyəsiniz bir də səmərə qoy. İnanıcı 5 lirə qoydum. Hər adına bir dənə səmərə qoymuşum. Yerə qaldı. Biraz çok götürmüşüm deyəsən qorğam bu səfər. Bu arada biri nazik koydum, biri daha qalın koydum, biri ondan da qalın koydum, birinin altına pambıq sərdim, birinin üstünə salfetka qoyasıyam, birinin üstünə tənzif qoyasıyam. Yəni hamısını fərqli-fərqli hazırlamaq istədim ki, görüm hansı daha qəşəng alınır, hansı daha tez cücərir. Yəni biraz da eksperiment məqsədli yəni, amma yenə də deyim ki, burada da qovrası oldum, neysə gedim qovurum. Qorğanı qovurdum dostlar. Sonradan duz töhməmə rəğmən əməli başlı, yəni qəşəng oldu. Heç üzümə də gözləmirdim. Yəni duzlayıb eləsəm beşəmə bu qədər qəşəng olmazdı. İndi bu biraz az oldu hindi də. Səməndən ötürü çox olur, qorğadan ötürü az olur, anlamadım mən abi. Nəysə, içərisinə biraz çişmiş tökəcəm, nə bilim, evimdən çişmək o qırmızı rəhli şeylərdən olur. Sonra mənim nənəm rəhmətli içərisinə o popcornları falan tökürdülər. Ulan hamısını qarışdırırdı, qoyurdu hamısını bərabər. İndi mən də elə eləyəsiyəm. Daha bir gün yorulmuşam, gün eləmək istəmirəm. Arı vaxtda deyirəm, sabahda zıddı. Buldum sen tavuşu. Ne yiysen? Sessiz sessiz. Başında yoxlayıb qat. Ölürüm də çünki çox yoxlaydı. Sessiz sessiz tutdu iyi. Tavuşu konsept vermir karnı açtı diye. Karnı aç olmayan kimi balaca doyan kimi başı qıraqca tulamağa. İndi açtı diye çörək qəşəng yeyir. Pə. Mən elə qəşəng yemək yemirəm. Sənin xəbərin var? Svayda oğlum yemiş olsun danışma. Doysuzlarımdan şastı. Çok. Haydi hanımın sabah o trendikidi, Praj'dakidi, seçizmek bayramı da don seçeceğiz tabi de özüne. Donlarımızdan mısın? Hem çocuğun kalsın Esra'nın donlarından da Yeçen olsa otum seni. Çok bir silah giyin. Çok başkasının giyin. Biraz sonra ayakkabı tökmüş aşağıda ayakkabı giyinip soyunu. Başka sayana bulacağım. Esra'nın ayakkabıları hamısını saxlamışam. İndi çıxardıram bir hansı lazım olsa. Da. Çok açıq soyunaq başkasını giyin. İndi nə keçmiş yox donlara opşim. Görün. Elə bu da ciddi telefonumu əlimə ver. Çək. Çəkir. Səni çəkirəm də elə. Elə səni çəkirəm. Ay qız, amma giyinak deyirsən. Bilməm, bir dənə də orada ramaşkalı donumuz var. Bir kimi o giyindik. Düymələrini heç bağlaya bilmədim. Bölsələm tutmadı bağlamaq. Get görüm dala, nətər görsən sən. Get o tərəfə. Arbat. На меня теперь. На меня смотри. Az ne güzeldi bu. Az bu ne güzeldi. Hansını seç ağa dostlar. Seçin bize don seçeceğiz. Ne giyin? Tibiye sinemayı da. Şimdi sinemayı eləyirəm ben. Unuttum seni mi? Bir donumuz da budur. Get biraz uzağa get. Prinsessa sen. Cine için bana telefon ver elime. İnanın sözü deyəcək. Az da güzelsən. Hatta qəşəkdə bunu ciyinə bilərəm aslında. Ne. Хорошо. Bir nəfərin keyfi çöktü. Ciyməqə don tapdı. Yuxarı qalxmışdım dedim gəlin sizə. Axtardığım stol tapdım. Göstərim sizə dedim. Ayaqları belə qızıl aldım ona düşsün deyə. O stoldan sonra, o pufikdən sonra daha doğrusu başqa birini sifariş elədim. Gəlmədi.
Ondan sonra Moyeni atkaz elədim də. Moyeni atkaz elədim və bunu sifariş elədim. Bu daha qəşəng oldu amma məncə. Hatta həyat kabini. Və ötən səfər aldığım yumuşaq pufikin böyüyündən, böyüklərdən ötürü olanındandır. Yəni, axırıncı axtardığımı, istədiyimi tapdım. Çox yumuşaqdır. Və daha sonra burada özümə 2 dənə dipçək əkmişəm. Aşağıdakılardan kök götürüb. Niyə? Bir dənə aloe, bir dənə də bu pullu güllərdən. Çünki fikirləşdim ki, özümə ayı da dəymə, dağıtmıyorsa işin yoxdur olanına idi, qoy yerinə. Fikirləşdim ki, özümə çiçək alım bura qoymağa. Sonra baxdım iskustveni çiçəklərə, xoşuma gəlmədi. Çünki mən iskustveni çiçək çox da xoşlamıram, yəni sevgi. Çiçək olandan sonra, yəni canlısı olsun, neyinəm iskustveni də, dekordan ötürü istifadə edirik, nəysə də uzun müddət qalsın deyə. Ayda dağıtacaqsan o az qalxdığın üstü içində eləmə. Amma belə, yəni, jivoy çiçək olsa daha yaxşı olar. Sonra baxıma gəldi ki, bizim aşağıda zaten çoxdur bunlardan. Dipçək qabımda var idi, 2 dənə belə boş. Torpağım da var idi. Və qoydum 2 dənə belə, biraz burada saxlayan birisi üçün, burada saxlayacağım üçün biraz öyrəşsinlər işığa, otağa falan. Sonra bura qoyasıyam. Sözümü canı özümə kitab rəfi aldım və axşam yığmışam. Pünhandan biri də asmışıq. Pünhan deyəm, mən heç kitabım yox imiş sən demə. O şimdi buranı doldurmaq lazımdır. Kitablarla oxumaq lazımdır. Divanım burada və əsas məsələ mənim cüzcüma dostlar. Cüzcümü əslində çoxdan qutarmışam. Amma asmaq lazım idi və Pünhanı tapmırdım. Ona görə sizə göstərə bilmədim. Son halı bu şəkildə sizcə nə tərəlidir? Şuraya mən qaranlıqda danışırım. Üst tərəflərini bu şəkildə elədim. Kənar tərəflərində zaten göstərmişdim. Belə nətər oldu. Məncə çox yaraşdı yəni otağa. Çünki hər yer sadədir. Bir dənə oraya belə biraz rəng qatmış oldu. Çox da belə dolu qızan kimi də görsənmədi. Yəni məncə tutdu yəni bir-birini deyək. Buralarla, digər yerlərlə, o bir tərəflərlə. Sizcə nətər alındı, əziyyətimə dəyərdimi? Təxmini hardasa bir həftəyə falan qutardım demək olar. Elə etdiyim kimi biraz asma müddəti Pünhan yox idi deyə uzun oldu. Sonuç bu şəkildədir. Mən çox bəyəndim. Ötən səfər bu fikrimi bir izləyicim yazmışdı Instagramda. Ki, bəs socialdakı otağıma cüzcüsüyəm və fərqli şəkildə bəzəmək istəyim də bəzəyə bilərəm. Bəs mənə yazmışlar ki, niyə şəkilsiniz, niyə Şəki Xan Sarayı kimi eləmişsiniz qıraqlarını, belə disklər alıb, diskləri rəngləyib yapışdıra bilərsiniz. O ideyanı vermişlər. Sonra mən baxdım disklərə, xoşuma gəlmədi əslində diskləri rəngləyib yapışdırmaq. Çünki biraz çox kənarları da çox çıxıntılı olasıydı. Uşaqları falan əllərini kəsmə ehtimalı var idi. Həm də disklər rənglənəndən sonra o özlərinin xüsusi parıltılığı olur da. O parıltılığı itirirlər. Parlaq olmayasıydı. Mən də uzun müddət axtardım, araşdırdım, nə eləyə bilərəm, şüşələrə baxdım, rəhli şüşələrdən alıb yapışdıra bilərəm. Sonra yenə bu kəsilmə falan söhbətinə görə və biraz büdcə olaraq da daha çox pul tələb elədi. Ona görə son olaraq bir qərara gəldim ki, bəs belə özüm ən yaxşısı trafaret alıb, Şəki Xan Sarayı naxışlarına uyğun olaraq ona bənzəyən naxışlardan trafaret tapım, alım və bu şəkildə rəngləyim. Çox bəyəndim. Həqiqətən ideal olaraq o xanıma bir daha əgər izləyirsə indi burada mən minnətdarlığımı bildirirəm. Yəni inanın ki, öz ağlıma gəlməmişdi bəs şəkilləyəm, Şəki Xan Sarayına aid nəsə bir şey eləyim deyə. Və deyim kimi çox bəyəndim, çox sevdim. Sevə-sevə elədim. Yəni söz nəsə mənası düzdür. Yoruldum, əllərim biraz çeyləşdi, belim biraz çeyləşdi. Amma əziyyətimə dəydi məncə çox xoşuma gəlir. Onu biləm ki, uşaqları otağa girməyə qoymaq istəmirəm. Cihanine satasılar kırılasın. Cüzcüm bir yana əziyyətimə heyfim çələsin. Ona görə qoymuram yəni girmə qabraları. Belə. Hələ ki bura bu şəkildədir. Bizim qardirob ustalarımız gəlib bizdən ölçün alıb çeyiklər gözləyirik. Qiymət falan göndərsinlər, nə qarsınlar. Pülhan deyir ki, nə qəşək qardirobum oldu. Qardirob otağında nə qəşənci oldu mənə deyir. Deyəm ki, qardirob otağımda qardirob yoxdur şurası. Şey var, kitap var, cüzcü var, divan var, dipçək var, ayı da var. Az töhmə o dibində qaldı, bağla. Hirıldı hələ. Bir dənə yəni qardirob yoxdur. Görə xavaqda gələrsə də o qardirob bilmirəm. Burada bilmirəm stul alınmı, alınmayım mı? Bir dənə bura qaldı fikirləşdiyim. Yəni qalan hər şey beynimdə oturdu. Bir dənə beynimdə oturdu deyəndə daha həll eləmişik hər şeyi.
pis yaxşı. Bir dənə bu yəni belimdə qaldı ki, görəsən mən iş stolu alsam mı? No, bilə eləyirsən, no, deyə eləyirsən. Sizcə alsam mı, almasam mı? Bu eynisindən almaq istəyirəm ki, ölçü olaraq eyni olsun, görünüş olaraq da eyni olsun. Prosta işləməyə də yəni. Zaten stul bir dənə var, stul lazım olmayasdı. Bilmirəm, düşünürəm yəni hələ ki onun. Və bir də qardırobumu gözləyim, inşallah bu il gələr. Az dağıtdı bax, dağıtma. Mən makyajlarımdan əl çək. Bir də bunu sizə göstərmişdim, bir tane bilmirəm, orada bir şey aldım bura. Burada bir tərəfi fırlanır. İşlətdiyim şeylər falan qoymuşum. Güya işlədirəm də nəsə. Səhər yuxuladır, üzüm yuf qaçır. Yanəmlə necə sürdüm. Belə o da düşdü yəni ora. Hara saç o ceyək. Ceyək mağazaya müəllimlərə hədiyyə almağa. Yoruldum danışıb da. Paydım. Düş getdik olduq gəzməkdən. Adam nə qədər gəzər. Ayda saçımın tüşü saça düşdü. Düş getdik. Dəcərəm. Belə hələ ki o 5 ilkadır mənə qardırobuma dostum. Səbir eləmişdim. 5 ilkalardan tutmuş keyif almışam. Bilmən ki 5 ilkalarından var idi. Rahat da işlətdim. O keyiflardan sifariş edib təşkil almışam. 5 ilkam da var. Bir dənə qardırobum yox. Görə vaxt gələsiz. Nəysə ki getdik ayda. Getdik ayda ilə hədiyyə aldıq, gəldik. Əmrə bir paket almışam. Hamısına eyni paket. Bir də ay Allah nə alım, nə almayım deyə axı dəblə. Getmiş də aşağı fırına. Abi bir tane konfet aldım. Cava aldım. Bir de benim padaşlığımda var 2 tane. El kremi de bir de scrub'du. Bir tatilini. O şimdi ne bileyim. Yaxşı bence ha. İnan ki yetmişdə fikirləşmişəm, yetmişdə onu götürmüşəm, bunu qoymuşam, bunu götürmüşəm, onu qoymuşam. Axırda da hisslərimi alıb çıxmışam. Yaşda mən heç nə bilmirəm almağa, nə alacağam. Çünki müəllimimiz 4 dənə də bu ayda, aydan müəllimlər 4 dənədir. Esra'nın Əsgərin qrupu, ağzını qurğa yeyə danışım. Əsgərlə Esra'nın qrupu, yəni qrup olaraq pul atışırıq və deyirik nəsə ya konvert veririk, gül veririk, ya bölündə şokolad falan da alırıq. Belə yəni əmələ başlı məbləğ yığılır, onu veririk. Amma aydan qrupu belə qısa, yəni 3 saatlıq qrupdur deyə valideynlərə hay tırkaladım, gördüm heç şimdiden səsləyirəm, axırda hissəlib ki, özüm halası oldum. Hay tırkaladım, gəlin pul atışaq, pul yığaq, nəsə alaq. Heç cavab da yazmırlar, adama deyirsən ki, yaz bilim də, yəni razısınız, razı deyilsiniz. Bir başqa bir dənə valideyn də var. Mənə yazır ki, nəsə onlar heç yazmaq istəmirlər. Mesajda inan ki, elə yazdığım sözlərin hamısı özümə qaldı. Heç kim cavab yazmadı. Axı dediyim kimi hissəlib ki, özüm hərəsinə bir dənə hədiyyə alıb gəldim. Belə 4 nəfərdilər. Dəm. Bunlardan birisi yox. Müəllimlərə sabahdır. Hırılıyacaq ki, verəm ona yesin ki, biz bilmirik səni tanımırıq. Gizlətmişəm kadovkayı. Tapdı ki, səsimdən eşidir. Bir daha ki, yataq. Sabah sənin utrenik var, az müəllimə verəcəsin onu qoy. Sabah utrenik var da, onu da gələn. Az ora qoymuruq, ora qoy, paketə qoy. Ora qoy. Onu da gələn videoda işləyərək, çünki daha yoruldum, inan ki, videoda uzun oldu. Özüm də yoruldum. Paka eləcəyək da, sən bax. Əfiş də göndərəm ya. Bozuri. Spasiba, paka.